Hər birinizi salamlayıram əziz abituriyentlər. Əgər imtahanda reading hissəsində vaxt çatdırmırsınızsa və ya mətni başa düşməkdə çətinlik çəkirsinizsə, bu video elə sizin üçündür. Teacher Vüsalənin illərlə şagirdləri tərəfindən icra olunmuş və sınaqdan keçirilmiş təcrübələrini bilmək istəyirsinizsə, videonu izləməyi, kanalımıza abunə olub bəyənməyi, paylaşmağı unutmayın. İndi isə gəlin mətn yazmaq üçün daha sürətli və daha düzgün strategiyalarımızı sizinlə bölüşüm. Reading edərkən mütləq və mütləq mətnə əvvəlcə bir baxış keçirmək lazımdır. Mətndəki cümlələri akademik formada deyil, özünüzün başa düşəcəyi tərzdə tərcümə etməyə çalışırsam, bütün nüanslara, bütün cümlələrə toxunmaq vacibdir. Çünki artıq reading forması elə bir formada dəyişilib ki, mətnin hər hansı bir hissəsində gizlənmiş bir söz, bir sualınızı bütövlükdə mənasını dəyişə bilər. Ona görə də mütləq əvvəlcə mətnə ümumi bir baxış keçirirsiniz. Buna ingilis dilində skimming deyilir. Və cümləni oxuduqca, baxdıqca, hər cümlələri oxuduqca, scanning etdikcə vacib nüansların altına xətt çəkirsiniz və keywordsləri dairələyirsiniz. Bu sizə mətnə geri qayıdıb digər suallara baxarkən sizə çox kömək olmuş olacaq. Və ümumi bir anlayış etdiniz və bütün mətn haqqında mənaları, sözləri, mətnin nədən danışdığını anladınızsa, bu zaman sualları oxumağa çalışırsınız. Sualları oxuyanda diqqətli olursunuz. Çünki ola bilər ki, mətndə verilən cümlə suallarda fərqli formada verilib, yəni parafrez olunub. Ona görə də siz də mətnləri yazdıqca, daha doğrusu sualları yazdıqca mətndəki yerini mütləq tapın və onun dəyişilmiş formasına diqqət edin. False tipli suallara diqqət edin. False tipli suallar əsasən aldadıcı suallar olur. Çünki bu o deməkdir ki, mətndə verilən A, B, C, D, E variantından 4 variant mətndə eyni ilə var, amma bu dəyişdirilmiş ola bilər. Lakin bir variantda nəsə bir struktur forması mı ya da sadəcə bir söz dəyişilmiş ola bilər. Mətn nə haqqındadır sualı əsasən birinci, ikinci, üçüncü cümlələrdə ya da son abzasda ola bilər. Buna da diqqət edin və buna mütləq ancaq sözü qoyaraq da tapa bilərsiniz. Mətni bu zaman cavabı limitləmiş olursunuz və limitlədiyiniz cavabı artıq sizə ipucunu verə bilər. Üçüncü sual tipi suallarda, yəni bir sual verilir sizə. Bu suala cavab verməlisiniz. Bunu qeyd edim ki, bu tipdə suallarda A, B, C, D, E variantlarının hər biri mətndə olur. Sadəcə bunların hər biri bu suala cavab olmaya bilər. Məsələn, mən sizə bir nağıl danışım. Deyirəm ki, mən atamla dünən parka getmişdim. Burada sualda verilir ki, kim ilə getmişdin? Cavablarda parka getmişdim, dünən getmişdim cavablar ola bilər. Amma bu mətnə, yəni mətnə əsasən bu cümlələr düzdür, amma bu suala cavab deyil deyə bunları mütləq variantdan çıxmalısınız. Və sizə bir şey qeyd edeyim ki, çalışın ki, ümumiyyətlə toplu mətnlərinə yüklənəsiniz, yəni toplu mətnlərini işləməyə çalışasınız. Çünki hər hansı bir müəllifin mətnlərində sualı elə bir formada qura bilərlər ki, A, B, C, D variantlarından, məsələn, cavab olmayan variantlar mətndə olmaya bilər. Sadəcə mətndəki, yəni sualı olan cavab mətndən olur. Bu sizi yanlış bir yönə sürükləyir və siz yanlış bir metodu öyrənirsiniz. Gəlirsiniz imtahanlarda artıq ya da toplu mətnlərini işləyəndə sualların cavabını tapa bilmirsiniz. Qeyd edirəm ki, sualların cavabları həmişə belə olur. Yadınızda saxlayın. Məsələn, bu sualda A, B, C, D variantları o mətndən, o sualdan əvvəldə ya da o sualdan sonraki hissələrdə ola bilər. Sizə sırf o sualın yanındakı cümlə və o suala cavab cümlə lazımdır. Bir daha qeyd edirəm. Məsələn, buradakı sualın A variantı sualdan əvvəl ola bilər. B variantı sualdan əvvəl ola bilər. D, E variantları mətnin çox digər tərəflərində ola bilər. Amma sizə lazım olan hissə o sualın düz yanındakı hissədir. Ona görə də siz həmin hissəni mütləq diqqətli şəkildə oxuyursunuz və cavabı tapmağa çalışırsınız. Digər tipli suallarımız nələr olur? Cümlə olur və bu cümlənin ardını tamamlamaq lazımdır. Bir daha qeyd edirəm, bu tipdə tamamlamalarda da A, B, C, D variantlarının hər biri mətndən ola bilər. Amma buna tam olaraq ardıcıllıq bu cümlə hardadırsa həmin hissədə verilməlidir. Tapırsınız və qayıdırsınız cümlədə həmin hissəni ardıcı uyğunlaşdırıb tərcümə edirsiniz. Beşinci tip testlər, yəni true tipli testlər, cümlə düz olur, amma çox sinonimdə dəyişilmiş olur və siz həmin sözün özünü də, sinonimini də tapmalısınız və çalışın ki, cümlələri sonacan oxuyun. Bəzən fərqli nüansları sonda toxundurmuş ola bilərlər və cümlə başlıqlarını mütləq diqqətli oxuyun. Bəzən uşaqların ən çaşdığı yerlər true yerinə false yazmaqdır ya da false yerinə true'ları seçməkdir. İndi gəlin bu dediyim metodla sizə bu mətni
yazmağın, yazarkən necə üzərində icra etmək lazımdır onu eləyirəm. Mütləq və mütləq çalışın ki, mətni nə qədər böyük olursa olsun 4 ya 5 dəqiqəyə ümumi bir skimming və skan eləyəsiniz. Yəni oxuyub az da olsa tərcümə eləyəsiniz. Və hər bir mətn sualına isə 1 dəqiqə ya da 1 dəqiqə yarım vaxt ayıra bilərsiniz. Bununla da siz hardasa 8 dəqiqəyə mətni yazmış olursunuz. Qətiyyən tələsməyin. Bunu özünüzə praktika şəklinə gətirin ki, imtahanda mətnləriniz doğru olsun deyək. Məsələn, burada birbaşa özümüzün anladığımız dildə, yəni özümüzün başa düşdüyümüz dildə bu mətni tərcümə edək. Lake Aral, Aral ya da Aral dənizi yerləşir Central Asiyada. Buradakı keywordümüz Asiyada yerləşməkdir. The name of the sea means adanın adı Sea of Island deməkdir. Burada keywordümüz Sea of Islanddir. Nəyə görə bunu belə adlandırırlar? Many island in it. Onun içində çoxlu adalara görə belə adlandırırlar. Aral dənizinin iki əsas su mənbəsi var. Biri Amu Darya, biri isə Sır Dəryaydı. Və ikinci digər tərəfdə deyir ki, buranın soyuq qışı və isti yayı olur. Hava, the area gets very little rainfall. Çox az yağış alır bura. Ərazi olaraq az yağış əldə edən yerdir. Aral dənizi bir dəfə once the first largest lake in the world deyir ki, bir zamanlar daha doğrusu Aral dünyanın ən böyük gölü idi, dördüncü. Bax, dördüncü sözü burada keywordümüzdür. Məsələn, mətndə verir ən böyükdür, ən böyüklərdən biridir ya da verə bilər ki, ən böyük birincidir, ikincidir. Burada konkret dördüncü verilib. Lakin dəniz başladı səviyyəyə yuxa çıxmağa. Keywordümüz 1960-cı illərdir. Diqqət edin illərə. Əsrə çevirə bilər bu ili. Əsrə çevirdikdə bilirsiniz ki, 1900-cü illər artıq olur 20-ci əsr. Əsrə çevirəndə bu nüansa diqqət edin. Deməkdir, dəniz başladı yoxa çıxmağa. At the most of the river water which deyir ki, və çünki çayın çox hissəsi hansı ki Aral dənizinə tökülür. O istifadə olundu pambıq sahələrinin sulanmasında dənizə çatmazdan əvvəl. Demək ki, bura töküləcək çayı yoldan döndərirlər ki, bu pambıq tarlalarını sulasın. Ona görə də direction of these rivers, bu deyir çayın istiqaməti dəyişdi. Demək, baxın, sual belə ola bilər. Bunun istiqaməti niyə dəyişildi? Pambıq tarlalarını sulamaq üçün. Və 1900-cü illərin sonu, diqqət edin buna, 1900-cü illərin sonunda dəniz daha çox su itirdi. Hansı ki 3 fərqli parts of deyir ki, hansı ki dənizin 3 fərqli hissəsi formalaşdırıldı. Bu dəyişikliklər, Tuzi Arazidəki bu dəyişikliklər ciddi təhlükəyə səbəb oldu ətraf mühit üçün və insan sağlamlığı üçün. Keçmişdə Aral dənizində çoxlu balıq və dəniz məhsulları var idi. İndi təmiz su mənbələri azaldılıb, diqqət edin, reduce azaltmaqdır. Və sağlamlıq problemləri peyda olub. Fishing biznesi də bu ərazidə zədələnib. Bugün yalnız 10%, dənizin 10% mövcuddur. Exist sözünə diqqət edin. Will get, ola bilər ki, gələcəkdə də qurusun. Baxın, bu bizim təxminən 2 dəqiqə vaxtımız ala bilər ki, biz bunu skan elədik və keywordslərin altına xətt çəkdik. İndi suallara diqqətli oxuyuruq. Mətni oxumadan birbaşa suala keçsəz və birbaşa sualı oxuyaraq mətnə qayıtsaz, siz hər sualda bir dəfə mətnə qayıtmış olursunuz. Amma bu formada artıq siz mətnin hansı hissəsində nədən danışdığını bildiyiniz üçün həmin sualda mətnin həmin hissəsinə qayıdırsınız və bu sizə vaxta qənaət olur. İndi gəlin baxaq 1-ə. Burada deyir ki, mətnin adı səhvi seçin. Diqqətli olun. Səhv o deməkdir ki, mətndə ya yoxdur, ya da mətndə verilib, amma hansısa hissəsi səhvdir. Deyir ki, Aral dənizinin adı adalar ilə bağlıdır. Baxın bu cümləyə. Bu birinci cümlədə demişdim. Mətni oxuduğumuz üçün artıq bu hissəni xatırlayırıq. Sea of Islands. Bəli, adı burayla bağlıdır. Ona görə bu hissəni çıxırıq. B variantında deyir ki, Aral dənizində çoxlu adalar var. Bu cümləni mətndə tapaq. Aral dənizində çoxlu adalar var. Bəli, bax, çoxlu adalar var idi bu cümlədə. In it, orada çoxlu adalar var. Bu cümlənin artıq yerini bilirik. C variantında deyir ki, bu gün Aral dənizi dünyanın ən böyük göllərindən biridir. Baxın, diqqətli olun. Bu gün artıq o quruma təhlükəsi yaşayır. Bir zamanlar da 4-cü ən böyük idi. Qəsdən bu cümlədə bizi çaşdırırlar largest sözündən ki, biz mətndə görmüşdük axı largest sözünü. Deyə bilər, bu böyükdür. Xeyr.
Dünyanın ən böyüyü deyil bu gün. Bir zamanlar dördüncü böyüyüydü. Baxın, bu kobud bir səhvdir. D variantında deyir ki, very little rain falls on Aralsea. Bura çox az yağış yağır. Baxaq, həmin hissəni vermişdi birinci abzasın sonunda. Mətni oxumuşuq deyə bir daha qeyd edirəm. Artıq yerlərini xatırlayırıq. Gördüyünüz kimi bu cümlədə mətndə var. Onu da çıxırıq. Y variantında isə deyir ki, Aral dənizi başladı yoxa çıxmağa 20-ci əsrin ikinci yarısında. Gəlin baxaq bu mətnə. 20-ci əsrin ikinci yarısı 1960-cı illər, 20-ci əsrin bəli ikinci yarısıdır. 1940-cı il 20-ci əsrin birinci yarısıdır. 1950-dən digər sona qədər hissə 20-ci əsrin ikinci yarısıdır. Bu nüanslara mütləq diqqət edin. İlləri əsrlərə çevirməyə diqqət edin. 1900-cü illər 20-ci əsrlərdir. 1800-cü illər, məsələn 1801-ci il 19-cu əsrdir. 1700-cü illər 18-ci əsrdir. Baxın, bu illərə çox diqqətli olun. Artıq bilirsiniz ki, 2000-ci illərdə 21-ci əsrdir. İllərə diqqət edin. İkinci testə baxaq. Demək ki, Y variantı doğru cümlədir. 1960-cı illər 20-ci əsrin ikinci yarısıdır. İndi ikinci testə baxaq. Biz bura yalnız sözləri qoyaraq cümlələri tapa bilərik. Gəlin yalnız sözündən bu cümlələri tapaq. Məsələn, deyir ki, the sea, dəniz, disappearing təhlükəsi yaşayan bir dəniz haqqındaydı. Bunu saxlaya bilərik. B variantında deyir ki, the islands, ada, surround, əhatə olunur. Adalardan danışır, Aral dənizinin əhatə etdiyi adalardan. Xeyr, burada heç bir adadan danışmadı. C variantında deyir ki, Aral dənizinin iqlimindən. Düzdür, bu cümlədə onun iqlimi verildi, amma sadəcə bir cümlədə verildi. Ona görə də mətn ancaq bundan danışmadı. Bir daha qeyd edirəm, ancaq sözünü qoysaz, variantı limitləmiş ola bilərsiniz. D variantında deyir ki, fish and other sea products. Balıq və digər dəniz məhsullarından danışdı. Xeyr, burada balıq və dəniz məhsullarından sadəcə bir cümlədə danışmışdı. Ona görə də bu cümlə doğru deyil. Bunu çıxırıq variantımızdan. Bu da çıxdı. Və Y variantında deyir ki, river, çaylar, pambıq sahələrini sulayan çaylar. Xeyr, bu da deyil. Burada bircə çaydan danışırdı. Ona görə cavab olur A variantı. Bu nüanslara diqqət edin. Baxın, ancaq qoyacaq bir çayda hansı ki yox olmaq təhlükəsi yaşayırdı. İndi isə gəlin üçüncü testə baxaq. Üçüncü testdə mütləq və mütləq bayaq qeyd etdiyim kimi nəyə baxmalısınız? Qayıdıb sualın həmin nüansına baxmalıydınız və tapmalıydınız ki, o cümlə hansı hissəsindədir. Gəlin baxaq bu suala. What mütləq və mütləq sualı yazılı şəkildə tərcümə edin. Yazılı şəkildə etdikdə beyniniz artıq bu məlumatı daha düzgün şəkildə emal edir. Yox, şifahi şəkildə etdikdə bu sizi aldada bilər. Məsələn, yazılı etdikdə artıq bilirsiniz ki, siz burada yazdım amma mənaca nəsə düzgün çıxmadı, amma yazılı şəkildə edəndə şifahi etdikdə mənanı tutmaya bilərsiniz, amma yazılı şəkildə artıq mənanı tutursunuz. Gəlin baxın, akademik heç bir tərcüməyə ehtiyac yoxdur. Baxırıq bura. Burada bizə deyir ki, what was the purpose of changing direction of the rivers running to the Aral Sea? Aral dənizinə axan çayların direction, istiqamətinin dəyişmə məqsədi nə idi? A variantında birinci gəlin o hissəyə baxaq. O hissəni biz keywords-nə görə dəyişmişdik. Mən demişdim ki, baxın bu hissəyə baxaq. Niyə dəyişirlər istiqaməti? Gördüyümüz kimi baxın, istiqamət dəyişilir. Niyə? Pambıq tarlalarını sulamaq üçün. Baxaq. A variantında nə deyir? Find new water resource. Yeni su mənbələri tapmaq üçün deyildi. Aral dənizinin suyunu azaltmaq üçün diqqət edin burada nəyə? Baxın, bu cümlədə reduce sözü var, source sözü də var. Baxın, siz qayıdıb mətni oxumadan bu cümləni gəlib mətndə tapmağa çalışsaz, artıq bu destroy sizi çaşdıra bilər və siz durarsınız orada variantı götürərsiniz. Amma siz mətni əvvəlcədən skan etmiş olsaydınız, artıq beyniniz cümlənin hansı hissəsində nəyin olduğunu bilirdi ya, birbaşa ora qayıdıb keçid eləyəcək. Ona görə B variantı yanlışdır. C variantında deyir ki, turistlərin diqqətini çəkmək üçün, xeyr, belə bir cümlə ümumiyyətlə mətnimizdə yox idi. D variantında fishing biznesini inkişaf etdirmək üçün, xeyr, fishing biznesini inkişaf etdirmək üçün burada heç nə olunmamışdı. Gördüyünüz kimi, baxın, heç bir cümlə yox idi buna aid. Y variantı doğruydu. Deyir ki, pambıq tarlalarını sulamaq üçün. Demək, Y variantı doğrudur. Gəlin bu cümləyə bir daha diqqət edək. Bayaq demişdim ki, sizə həmişə sualın ətrafında olur o cümlə. İstiqamət dəyişir.
Baxaq, baxın istiqamət dəyişir, gördünüz. Ona görə də istiqaməti dəyişiblər. Hardadır? Düz yanındadır. Ya sağında, ya solundadır həmin sualın cavabı. Digər tərəflərdə deyil. Düzdür, baxın bu cümlədə balıqla bağlı bir, balıq ticarəti ilə bağlı bir cümlə var. O digər abzasdadır. Ya da reduce olan cümlə var idi. O digər abzaslardadır. Bizə tam olaraq o sualın yanı lazımdır. İndi gəlin 4-cü suala baxaq. 4-cü sual cümlə tamamlamadır. Cümlə tamamlamada diqqət edəcəyimiz bir variant o idi ki, diqqətli olun. Baxın, bu hissədə nələr verilib bizə. Qoyun, əvvəl işarələyək. Aha. İndi gəlin 4-cü suala baxaq. Burada oral C. Cümlə tamamlamanı aparmalıyıq. Amma diqqətli olun, hər bir variantı qayıdıb baxırıq. Has a warm winters. İsti yaylar olur. Baxın, yay sözünü demişdi birinci abzasda. Gördüyünüz kimi soyuqdur. Ona görə A çıxır. B variantında deyir ki, alır 2 əsas su mənbəsi. Var 2 əsas su mənbəsi. Bəli, bu doğru ola bilər, amma bunu doğru ola bilər. Bunu dairə eləyək, amma digər suallara da baxaq. Qazandı çoxlu su 1900-cü illərin sonunda. Baxın, gain sözü qazanmaq deməkdir. Gəlin o cümləyə diqqətli olaq. At the end of 1900-cü illərin sonunda dəniz lost, itirdi. Bu cümlədə isə yazıb gain, qazandı. Bu cümlələrin antonim olduğunu bilməsək, görsünüz variant bizi çaşdıra bilər. Ona görə də diqqət edin. Bu cümlələrin antonimin olduğunu bilməsək, bu cümlə bizi çaşdıra bilər. Ona görə də çox diqqətli olun ki, cümlədəki sözləri fərqini anlaya biləsiniz. D variantında deyir ki, bu cür istifadə olunur balıq sənayesində. Balıq sənayesinin sonuncu cümlə demişdi. Gəlin gedək baxaq. Balıq sənayesi dağılıb. Destroyed, dağılıb deyir burada. Görürsünüz, burada artıq biznesindən danışmadı. Demək, burada balıq biznesi artıq mövcud deyil. Keçmişdə mövcuduymuş, indi mövcud deyil. Now-ya görə bu da çıxdı. Y variantında isə deyir ki, doludur su mənbələri ilə. Xeyr, son cümlədə nə demişdi? Demişdi ki, gələcəkdə artıq quruyacaq və mənbəsi yoxdur. Y variantı da artıq yanlışdır. Bir-bir qaydırıq variantlardan cümlələri taparaq əmin oluruq. 5-ci testə baxırıq. Burada true soruşur bizdən. Mütləq özünüzə vərdiş halına gətirin. Cümlələri tam oxumağı öyrənin. Sonacan oxumağı öyrənin. Tələsmək, qətiyyən tələsməyə ehtiyac yoxdur. Əgər tələssəz artıq öz mətn suallarınızı risk atmış olursunuz. 5-ci suala baxırıq. As Aral Sea dries, deyir ki, Aral dənizi quruyur. It becomes a danger for the environment. Bu ətraf mühitin üçün təhlükədir. Baxın, cümləyə diqqətlə baxırıq. Aral dənizindəki bu dəyişiklik ətraf mühit üçün ciddi təhlükədir. Bəli, doğrudur. Biri seçmək lazımdır, bir doğrudur. 2-yə baxdıq. Heavy rainfall formalaşdırdı. 3 partını, 3 hissəsini formalaşdırdı. Bura nə vaxtsa rainfall çox düşməyib. Çünki özü demişdi ki, burada ümumiyyətlə yağış həmişə az olur. Həmin hissələrə də baxın. Bu hissəyə diqqət edin. Düzdür, burada yazıb ki, 3 hissəsi oldu. Çox suyunu itirdi deyə 3 hissəyə ayrıldı. 3 hissədə formalaşmışdı. Baxın, ona görə də burada itirdi deyə olmalıydı, amma burada deyir ki, çox yağış yağdı deyə. Məna tamamilə dəyişdi. Parafrez olundu. 3-cü testə baxırıq. Bu gün yalnız biraz su var orada. Bəli, exist mövcud olmaq deməkdir. Have də mövcud olmaq deməkdir. Gördüyünüz kimi, baxın, bu cümlədə demişdi. Son cümlədə deyir, bu gün yalnız 10% var. Bəli, 3 də doğrudur. 4-də isə deyir ki, the level of the water in the Aral Sea will rise. Qalxacaq gələcəkdə. Xeyr, qalxmayacaq. Əksinə, gələcəkdə o qurumaq təhlükəsi yaşayır. Ona görə də 4 yanlışdır. Bununla da mətnimizi yazdıq. Keçirəm sizinlə. Nə etməlisiniz? Mətn işləyərkən mütləq səbirsizlənməyin. Birinci, çox səbirli şəkildə mətni oxumağa çalışın. Mətni ümumi skimming edirsiniz və skan edirsiniz və keywordslərin altına xətt çəkirsiniz. Keywordslər konkretiklər, azalmaq, artmaq, çoxalmaq, birinci, ikinci bu tipdə sözlər keywordslər idi. İkinci, mətni oxuduqca artıq skan etmişsiniz, mətnlərdəki sözlərin yerini bilirsiniz. Nədən, harda danışılmış deyirsiniz. Mətnə false deyəndə bir hansı variant düzdürsə, düzünü gedib mətndən tapırsınız və bu sizin sadəcə 1 dəqiqanızı almış olacaq ki, mətndə həmin cümlələri tapasınız. İkinci testdə
Əgər mətnə ad vermə deyilirsə, bu artıq sizin ümumi mətni anlamanızı soruşur. Ona görə də bir-bir hamısına yalnız ancaq sözlər qoyursunuz və cümlələri limitləyirsiniz. Bu tipdə testlərdə ümumiyyətlə cavab həmişə 2 variant daha münasib olur. Mətni tam qutarandan sonra yazmağa çalışın. Onda artıq beyniniz sizə hansından daha çox danışdı bir ipucusu verəcək. Sual olduqda, sualın ya sağında ya solunda düz tam yanlarında olur bu cavablar. Buna diqqət edin. Mətnin variantların digər formaları da mətndə ola bilər, amma bunlar mətnə cavab deyil. Buna diqqət edin. Və 4-cü sualda tamamlama testlərində tamamlayırsınız. Bir də həmin cümləni hərfi-hərfiyə tərcümə edirsiniz. 5-ci testdə isə true istəyirsə, mütləq truelarda nə truedur və false-un hansı hissəsi false-dursa onları variantınızdan mütləq və mütləq çıxırsınız. Bununla da mətin yazmağın yollarından danışdıq, amma burada bir şey qeyd edeyim ki, bizim WhatsApp kanalımıza abunə olun. Orada sizin üçün sorğular keçirilir və sorğulara əsasən videoları çəkirik. Hatta WhatsApp kanalımızı burada aşağıda sancaqlayacağım şərh bölməsinə mütləq oradan qoşula bilərsiniz. Orada bir neçə istəklər var idi ki, bizə reading işləməyin yollarını göstərin və bəzi istəklərdə deyilir ki, reading oxumadan mətni yazmağı öyrədin. Metodunda %100 düz olacağına inanmıram. Çünki ola bilər ki, düz olsun, amma bu risk almaq deməkdir və 50-50 düz olmaq deməkdir. Buna da əgər sən yaxşı nəticə, mükəmməl nəticə yığmaq istəyirsinizsə, bilin ki, bu təsadüf deyil. Bu dəqiq, dərin və disiplinli şəkildə oxumaqdan irəli gələn bir şeydir. Mən elə mətni oxuyursunuz. Bu sizin sadəcə və sadəcə 10 dəqiqənizi ya da 8 dəqiqənizi alacaq. Bir daha qeyd edirəm. Növbəti illərdə artıq bildiyiniz kimi qrammatika azalır və reading, listening, writing bölmələrimiz artır və bu bölmələrin artımında siz artıq söz bazanızı toparlamalısınız. Disiplinli şəkildə söz öyrənməyinizə diqqət edin. Və Teacher Vüsalənin Gəncə şəhərində keçirilən canlı və onlayn dərslərinə qoşularaq bütün mətin, dinləmə, writing və qrammatika mövzularını dərindən öyrənə bilərsiniz. Kanalımıza abunə olmağı, paylaşmağı unutmayın və onlayn qruplarına indidən yazıla bilərsiniz. Hər birinizə imtahanda uğurlar.